Salam hörmətli izləyicilər. Bu gün biz sizinlə saat qurşaqlarına aid bir məsələ ilə tanış olacağıq. Deməli, məsələmizin şərtində deyilir ki, Bakıda saat 14:00 olarsa, Bakı ilə eyni enlikdə və 117 dərəcə şərq uzunluğunda yerləşən Pekin şəhərində saat neçə olar? Deməli, biz nəyi bilməliyik? İlk öncə biz bilməliyik ki, Bakı 40 dərəcə şimal enli, 40 dərəcə şimal enli, 50 dərəcə şərq uzunluğunda yerləşir. Bu, Bakı şəhərinin coğrafi koordinatlarıdır. Bakı ilə eyni enlikdə yerləşirsə, deməli, Pekin şəhəri də 40 dərəcə şimal enliyində və 117 dərəcə şərq uzunluğunda yerləşir. Bunun üçün biz ilk öncə məsələyə keçməzdən əvvəl biz birinci bunu sxemini çəkək. Deməli, 0 dərəcə Qrinviç meridianı, yəni başlanğıc meridian, 0 dərəcə ekvator xətti. Bakının coğrafi koordinatlarını çəkək. Bakı yerləşir 50 dərəcə şərq uzunluğunda, 50 dərəcəlik meridianda və 40 dərəcə şimal enliyində yerləşmiş olur. Pekin şəhəri də bildiyimiz kimi 40 dərəcə şimal enliyində, çünki Bakı ilə eyni enlikdə yerləşir və 117 dərəcə şərq uzunluğunda. 117 dərəcə şərq uzunluğu deyirsə, biz Bakıdan daha şərqdə çəkmiş olacağıq. 117 dərəcə şərq uzunluğu. Bakı şəhəri bu aralıqda yerləşir, Pekin şəhəri isə bu aralıqda yerləşir. İndi biz nəyi bilməliyik? Biz ilk öncə Bakı ilə Pekin şəhəri arasındakı dərəcə fərqini tapmalıyıq. Yəni 50 dərəcə ilə 117 dərəcə arasında 67 dərəcə fərqi var. 67 dərəcə. İndi isə biz bu dərəcəni sadə çevirməliyik. Sadə çevirmək üçün biz nədən istifadə etməliyik? Deməli, biz bilirik ki, yer kürəsi kürə şəklindədir. Yəni, əgər yer kürəsi kürə şəklində olduğu halda, yer kürəsi bu 360 dərəcədən ibarətdir. Və bu 360 dərəcəni 24 saata başa vurur. Yəni, yer kürəsi 360 dərəcədən ibarətdir, kürə formasında olduğu üçün. Bu dövrəni tam başa vurmaq üçün 24 saat vaxt tələb olunur. İndi isə biz nəyi biləcəyik? Yer kürəsi 360 dərəcəni 24 saata başa vurursa, deməli 1 saata 15 dərəcə dönmüş olur. Yəni yer kürəsi 1 saat ərzində 15 dərəcə dövr eləyir. 1 saatımız yəni 60 dəqiqədir. 60 dəqiqəni bölərsək 15-ə, cavab 4. Buradan da almış oluruq ki, yer kürəsi 4 dəqiqə ərzində 1 dərəcə hərəkət etmiş olur. Artıq bizim sahada olan düsturlarımız hazırdır. Yəni yer kürəsi 1 saat ərzində 15 dərəcə, 4 dəqiqə ərzində isə 1 dərəcə hərəkət etmiş olur. İndi isə dərəcəni sadə çevirmək daha asandır. Biz burada qeyd edirik, Bakı 14:00-da yerləşir. 14:00-da yerləşir. İndi baxın, 67 dərəcəni sadə çevirmək üçün biz 67 dərəcəni bölməliyik 15-ə. 60-ın içində 15 4 dəfə. Bu 4 onu göstərir ki, yəni 4 tam saat və qalır 7. Artıq biz 7-ni, 7 dərəcəni dəqiqəyə çevirməliyik. Çünki bilirik ki, 1 dərəcəmiz 4 dəqiqədir. 1 dərəcəmiz 4 dəqiqədirsə, 7 dərəcəmiz nə qədər edəcək? Bəli, 28 dəqiqə. 28 dəqiqə. Deməli, buradan da biz tapdıq ki, Bakı ilə Pekin şəhəri arasında 4 saat 28 dəqiqə məsafə, daha doğrusu vaxt fərqi var. İndi biz bilməliyik, Pekin Bakı şəhərindən daha şərqdə yerləşir. Günəş də şərq tərəfdən çıxdığı üçün, deməli, Pekin şəhərində vaxt Bakı şəhərindən irəli olacaq. Yəni, biz 14:00-nun üzərindən 4:28 dəqiqəni gələcəyik. Yəni, 4 saat 28 dəqiqəni gələcəyik. Cavab 18:28. Yəni, hal-hazırda Pekin şəhərində saat 18:28 olacaq. Əgər Bakıda saat 14:00 olarsa. Məsələmizin şərti, həlli bundan ibarət idi. Diqqətiniz üçün təşəkkür.